Yazılıb 3252. Rəsul, 3-ə hansı ədədlər bölünür? Qaydanı de görüm Rəsul mənə. Tunar, eşidirsən mənə? 3-ə hansı ədədlər bölünür Bəli. Tunar? Mənim üst-üstə Rəqəmlərin gəlirdi. cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə qalıqsız bölünür. Ay sağ ol. Vsiyo, orada rəqəmləri cəmləyirsiniz. Keçən nömrə 2-yə. 2-yə 5-ə bölünəni göstərin. 2-yə 5-ə bölünən ədəd hansıdır Rəsul? Mən bölürük. 2-yə bölünən ədəd hansıdır? Necə bölürük? Qaydanı de görüm Rəsul. Biraz tez ol. Sürətlə gedəyin. 2-ni müəllimə. Sonu cütlə bitənlər nəyə bölünür? Sonu cütlə bölənlər 2-yə 5-ə Beşə. bölünər, sonu 5 və 0-la bölünənlər. C variantına baxın. 6780 həm 2-yə bölünür və həm də 5-ə bölünür, elə? Bəli. 2-yə bölünən sonu 0 və cütlə bitənlər nəyə bölünür? 2-yə bölünür. Sonu 0 və 5 ilə bitənlər neçəyə bölünür? 5-ə bölünür da. 5-ə. Düz deyilmi? 6780 həm 2-yə bölünür, həm 5-ə bölünür. Bizə də deyir 2-yə 5-ə bölünəni göstərin. Olur hansı variant? C variantı. C var. Sonra 2-yə 3-ə bölünəni tapın deyir. De görüm Rəsul neçədir 2-yə 3-ə bölünən? 2-yə 3-ə bölünən mənə. 2-yə bölünmə əlamətini de görün mənə. Mən yazın deyim də mən elə. Məsələn 3252 2-yə bölünürmü? Bir dəqiqə mən. Biraz tez ol da. Vaxtımızdan gedir axı. Bəli, müəllimə. Aha, nəyə görə? Cüt ədədlər nəyə bölünür? Cüt ədədlər mənim 2-yə. 2-yə bölünür. 3-ə bölünmə necədir? 3-ə bölünmə də müəllimə elə bir 3252 də burada hamısını bir-birinə toplayırıq. 14 eləyir. 3-ə bölünürmü? Xeyr. Elə tapırsınız. 4-ə bölünməni deyin. 14 eləmir, müəllim. 3-ün üstündəki 5, 5-ün üstündə 5, 10, 10-un üstündəki 12. 12. Hə, onda olur A variantı. Vsiyo. A var. Həm 2-yə bölünür, həm 3-ə bölünür. 9-a bölünmənə keçin, 4-ə keçin görək. 9-a bölünmə necədir? Deyin görək. O da 3 kimi rəqəmlərinin cəmi 3-ə bölünürsə 9-a da Aha, bölünür. vsiyo. Rəqəmlərin 9-a bölünmədə nə edirik Rəsul? Rəqəmlərini nə edirik? Bölürük. Cəmləyirik. 3-ə bölünmə kimidir? Nömrə 5-ə keçəyin. Hansını cəmləyirik? Bölünürsə 9-a həmin ədəd nəyə bölünəcək? 9-a bölünəcək. 34567-də deyir. 9 eynidir də. Aha, bəli. Deyir ki, neçə yüzlük var? Bu nədir? Təklik. Bu nədir? Yüzlük. Təklik onluq. Bəs bu nədir? Yüzlük. Yüzlük nəyin üstünə düşdü? 5-in üstünə. Deməli, neçə yüzlüyüm var? 345 nəyim var? Yüzlüyüm var. Hansı variant olur? B variantı. Nömrə 6-ya keçəyin. 9874. Neçə onluq var? Təklik. Onluq neçəyə düşür? Onluq neçəyə düşür? 98 987-yə düşür. 987 nəyin var? Onluğum var. Olur hansı variant? D variantı. Nömrə 7-yə keçəyin. 3-ü 2-yə böləndə 1, 2, qalıq neçə qaldı? 1. 1 qaldı. 1 qaldısa, qalıq bölünəndən nə olur? Kiçik olur da. Qalıq görmüşsünüzmü? Burada 4 ola bilərmi? Bölünəndən böyük ola bilərmi? Ola bilməz axı. Qalıq bölünəndən nə olur? Kiçik olur. Məsələn, 4-ü 3-ə bölüb qalıq 7 yaza bilərəmmi? Xeyr. Xeyr.
Qalıq nə olur? Kiçik olur. Yox. Qalıq nə oldu? Kiçik oldu. Nədən? Böləndən və bölünəndən. İndi deyir bölən 6-dır. Qalıqların cəmini tapın. Qalıq böləndən nə olmalıdır? Kiçik Kiçik olmalıdır. Kiçik olmalı. Qalıq deməli neçə ola bilər? 5, 4, 3, 2, 2, 1. 1. 6-dan kiçiklər. Və bunların cəmini soruşur. Neçə eləyir? Toplayırıq. 15 eləyir. Olur hansı variant? A variantı. Bölən 3-dür. Qalıqların cəmini soruşur. Qalıq böləndən nə olmalıdır? Kiçik olmalıdır. Bunların cəmini soruşur. Neçə eləyir? 3 eləyir. 9-a keçəyin. N bərabərdir. 6 vurulsun, 5 vurulsun, 9 vurulsun, 7. Neçə sadə böləni var? Sadə bölən nə deməkdir? Müxtəlif sadə vuruq deməkdir. İndi bərabərdir. 6 neçə vuraq neçədir? 2 vurulsun 3-dür. 5-dir. 9 neçə vuraq neçədir? 3 dənə 3 vurulsun 3-dür. Bu neçədir? 7-dir. 7 necə? Sadə ədəddir da. Sadə ədədlər nəyə Elə özünü deyilirdi? yazırıq müəllimə. Özünə və vahidə, birə və özünə bölünən ədədlər sadə ədədlərdir. Sadə ədədlər şəklində göstərməlisiniz. İndi 2 vurulsun 3-dən Bir-birə neçə bölünür, dənədir? Sayı 3 dənə üstündə yazılır. Vurulsun 5, vurulsun 7. Neçə sadə böləni var? Sadə bölən nə deməkdir? Müxtəlif sadə vuruq deməkdir. Sadə bölən nə deməkdir? Müxtəlif sadə vuruq deməkdir. Müxtəlif nə deməkdir? Ayrı-ayrı deməkdir. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. 4 dənə nəyi var? Sadə böləni var. Sadə böləni. Bəs yaxşı, n bərabərdir nömrə 10-da. 4 vurulsun, 5 vurulsun 6. Neçə sadə böləni var? 6 sadə ədəddirmi? Xeyr. Xeyr, müəllimə. 4 sadə beş ədəddirmi? Xeyr. Xeyr. 2 vurulsun, 2 vurulsun 5, 3 vurulsun 2. 2-dən neçə dənədir? 1, 2, 3. Sayı üstündə yazılır. Vurulsun 5, vurulsun 3. İndi neçə Bir dənə sadə sadə ədəd böləni var? Yəni müxtəlif sadə vuruq neçə dənədir? 3 dənədir. Olur hansı variant? Y variantı. Y. Nömrə 11-ə baxağın. N bərabərdir. 7 vurulsun, 5 vurulsun 9. 7 ilə 5 sadədir. 3 vurulsun 3. 3-dən neçə dənədir? 2 dənədir. Neçə sadə böləni var? 1, 2, 3. 3 dənə sadə böləni var. Sadə bölən müxtəlif sadə vuruq deməkdir. Bəs neçə vuruğu var? Neçə sadə vuruğu var? Desə nə edərdiniz? 2 dənə burada, 1 dənə burada, 1 dənə burada. 3, 4. Ancaq neçə sadə böləni var? Desə onda sayını götürürük. 2. 3 dənə. Sadə bölən neçə dənədir burada? Bölən neçə dənədir? 3 dənə. Sadə vuruq neçə dənədir? Sadə vuruğu neçə dənədir? 2 dənə burada, 1 dənə burada, 1 dənə burada. Müxtəlif demir axı, eləcə sadə vuruq deyir. Deməli 2 dənə təkrarlanandır, 1 dənə, 1 dənə. Oldu 3, 4 dənə. Sadə bölən müxtəlif deməkdir. Sadə vuruq hamısını götürmək deməkdir. Yəni üstləri götürmək deməkdir. İndi keçəyin əbob, əkob dərsinə. Əbob ən böyük ortaq bölən deməkdir. Ən böyük ortaq bölən deməkdir. Bölən deməkdir. Ən böyük baş hərflərini yazıram. Ə, B, O, B. Oldu əbob. Ən kiçik ortaq bölən. Baş hərflərini yazıram. Ə, K, O, B. Oldu əkob. İndi əbob qarşılıqlı sadə ədədlərdən danışım sizə.
Ardıcıl gələn, ardıcıl nə deməkdir? Dalbadal deməkdir. Ardıcıl gələn ədədlər necə ədədlərdir? Qarşılıqlı sadə ədədlərdir. Birlə istənilən ədəd qarşılıqlı sadədir. Biri sadə, biri mürəkkəbdirsə, yenə qarşılıqlı sadədir. 3 sadədir, 8 mürəkkəbdir. Qarşılıqlı sadədir. Bəs müəllim 3 ilə 9? 3-ü 3-ə vuranda 9 eləyir. Bu qarşılıqlı sadə olmur. Çünki 9-un içində 3 var. Nə olsun biri sadə, biri mürəkkəbdir. Bax, onda diqqətli olun. Bölənlərinə ayırın. 3, 3, 1. Gördünüz, hər ikisində olanlar 3-lərdir. Onda qarşılıqlı sadə olmur. Qarşılıqlı sadə odur ki, hər ikisində olanlar yalnız nələrdir? Birlər olsun. Hər ikisində olanlar yalnız birlərdirsə onlar qarşılıqlı sadədir. Uşaqlar. Uşaqlar nə idi? Ağzım örkəşib. İndi, məsələn, əbob verib 140-la 160. Bunu Evklit qaydasından da eləmək olardı. Ancaq mən sadə vuruqlarla eləyirəm ki, asan olsun. 140-ı birinci 2-yə bölməliyik. Sadə vuruqlara ayıranda birinci 2-yə bölməliyik. 2-yə bölünmürsə 3-ə bölməliyik. 3-ə bölünmürsə 5-ə bölməliyik. 5-ə bölünmürsə 7-yə, 7-yə bölünmürsə özünə. Və yaxud bir də görürsən 11-ə də bölürlər. Özünə bölürsünüz. İndi 140 sonu 0-la bitir. 2-yə bölünürmü? Bəli, 70 düşür. 70 2-yə bölünürmü? Bəli, 35 düşür. 35 2-yə bölünürmü? Bölünmür. 2-yə bölünənlər sonu cütlə 0-la olanlardır. 3-ə bölünürmü? Rəqəmlərini cəmləyək 8 eləyir. Bölünmür. 5-ə bölünürmü? Bəli. Sonu 5-lə bitənlər, 0-la bitənlər 5-ə bölünür. 7 2-yə, 3-ə, 5-ə bölünmür, özünə bölürəm 7-yə. 2-yə bölürəm 80, 2-yə bölürəm 40, 2-yə bölürəm 20, 2-yə bölürəm 10, 2-yə bölürəm 5, 5-i 5-ə bölürəm 1 düşür. İndi baxırıq. Əbob nədir? Hər ikisində olanları götürmək deməkdir. 2 dənə 2-dən 1 dənə 2. 2 dənə 2-dən 1 dənə 2. 2 dənə 5-dən 1 dənə 5. Neçə oldu? 20 oldu. Cavabım hansı variant oldu? C variantı. Nömrə 12-də. Və yaxud Evklit qaydası necədir? Sonu 0-la olanları çalışın Evklit qaydasından eləyin. 14 vurulsun neçədir bu? Sonu 0-la olanlar 10 vurulsun 14'dür. Bu da 10 vurulsun 16'dır. Hər ikisində varsa eyni ədəd mötərizənin çölünə, yəni xaricinə çıxardın. Burada nə qaldı? 10'u çıxartdım, nə qaldı? 14 qaldı. 10'u çıxartdım, nə qaldı? 16 qaldı. Cüt ədədlərdir. 2 vurulsun 2'yə bölünür cüt ədədlər. 2 vurulsun 7 budur, 2 vurulsun 8 budur. Hər ikisində də nələr var? 2'lər var. Mötərizənin xaricinə çıxardıram. 10'dur. 2 də gəlir. Bunun arasında heç nə yoxsa nə var? Vurma var. Əbob nə qaldı? 7 ilə 8 qaldı. Müəllim demişdi, 7-dən sonra 8 gəlirsə, bunlar ardıcıl gələn ədədlərdir. Ardıcıl gələn ədədlərin əbobu 1-ə bərabərdir. 10 vurulsun 2 vurulsun 1 elə 20 eləyir. Burada da 20 aldım C variantını, burada da C variantını 20. Hansı yol asandırsa o yolla gedin. Nömrə 13'ə baxağın. 124 ilə 136'nın deyir, əbobunu tapın. Birinci nəyə böləcəm? 2'yə, 62, 31, 31'ə bir dəfə. 2'yə, 78, 2'yə, 39, 3'ə, 13, 13'ə bir dəfə.
EBOB nədir? Hər ikisində olanları götürmək deməkdir. Bərabərdir 2. Hər ikisində olanları götürmək deməkdir. O 2 neçə eləyir? 4 eləyir. Olur hansı variant? A variantı. Sonra nömrə 15 də ona aiddir. Keçək nömrə 16-ya. Yox, əkobdur. Əkob izah eləyim. Əkob 36 48 veribdir. 36 ilə 48-i nə edəcəm? Sadə vuruqlara ayıracam. Birinci nəyə bölünürdü? 2-yə, 3-ə, 5-ə, 7-yə, bir də özünə. 2-yə bölünürmü? Bəli, sonu cütlə bitir. 18 düşür. 2-yə bölünürmü? 9 düşür. 3-ə bölünürmü? 3 düşür. 3 də 3-ə 1 düşür. 2 düşür. 2 düşür. 12 2 düşür. 6 2 3 düşür. 3 də 3-ə neçə dəfə düşür? 1 dəfə düşür. Əkob odur ki, ikisindən birini götürün. Məsələn, götürürəm 48-i. Ürəyim belə istəyir. 48-i götürdüm. 48-ə baxmıram. Baxıram nəyə? 36-nın sadə vuruqlarına. 36-nın sadə vuruqları hansılardır? 2-dir. 2 varmı burada? Bu 2 varmı burada? Var. Bu 2 varmı burada? Var. Bu 3 varmı burada? Var. Bəs bu 3 varmı buralarda? Yoxdur. Vururam 3-ə. 4 yazaq ki, yanında 144 eləyir. Müəllim, mən 36-nı götürürəm. Yaxşı. Heç nə olmaz. Götür nəyi? 36-nı. 36-nı götürdümsə, 36-ya baxmıram. Nəyə baxıram? 48-in sadə vuruqlarına. Hansı yoxdur? 4 yoxdur. Vuranda neçə eləyir? 2 yoxdur, bir də 2 yoxdur da. 2 vur 2, 4 elədi. Vuranda da 144 elədi. Gördünüzmü? Yenə eyni cavab oldu. Baxaq nömrə neçəyə? 16-ya. 14 ilə 32 belə qapalı mötərizədirsə, yəni 14 də daxildir, 32 də daxildir və bunların arasındakı ədədlər daxildir. 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Bunu da siləyim. İndi deyir, neçə natural ədəd var? Gəlin baxağın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 dənə nə var? Natural ədəd var. Oldu hansı variant? Y variantı. Yəni indi... Müəllimə bir sual etmək olar müəllimə. Aha, de görüm. Müəllimə, məsələn, orada böyük bir rəqəmlər olsun. Onun üçün bu qədər vaxt yəni yazmaq. Onun düsturunu yazdıracağam. Onun düsturunu yazdıracağam. Çıxırsan, üzərinə 1 gəlirsən. Ne zəhmət olmasa düstur qeyd eləyərdiniz, qeyd eləyək. İndi bircə dəqiqə 32-dən 14 çıxıram. 8, 18 üzərinə 1 gəlirəm 19. Böyükdən kiçiyi çıxın. Üzərinə 1 gəlin. Məsələn, A ilə B verilibsə, elə bir A. Aha, B-dən A-nı çıxırsınız, üzərinə 1 gəlirsiniz. Diyanamı qoy bunu da atım. Aha. Müəllim, indi neçəndə misal edəcəyik? Aha, 17-yə baxağın. 17 də yenə elə bu qayda ilə hesablanır. 18 də bu qayda ilə hesablanır. Keçəyin nömrə 19-a. Nömrə 19 necə olur? Nömrə 19-da deyir ki, 25-ə böldükdə qalıqda 12 olsun. Nə bilim, 25-ə böldükdə qalıqda. Deməli, A variantında verib 152, B variantında verib 365. Uşaqlar nə idi? Dilim örgəşib. 152-ni nəyə bölürəm? 25-ə bölürəm. Qalıqda hansı 12 olursa, onu götürürəm.
Eləcə də bu olmursa B variantına keçirsiniz. Bu olmursa C variantına keçirsiniz. Bu olmursa D variantına keçirsiniz. Bu olmursa Y variantına. Hansında qalıqda 12 alınırsa, deməli odur cavabımız. Yaxşımı? Variantları bölün, qalığı tapın. Nömrə 21 də ona aiddir. Keçəyin nömrə neçəyə? 21 də ona aiddir. Keçəyin nömrə 22-yə. Cavabları bölün, qalıq hansında olursa, deməli odur cavab. 80 ədədinin neçə sadə böləni var? Neçə sadə böləni var? Sadə 80-i nə edirəm? Sadə vuruqlara ayırıram. 2, 22, 10, 2, 5, 5, 1. 2-dən neçə dənədir? 1, 2, 3, 4. 2 üstündə nə yazacağım? 4. Vurulsun nə yazacağım? 5. Neçə sadə böləni var? Sadə bölən nə demək idi? Müxtəlif sadə vuruq. 2, 5 oldu neçə dənə? 2 dənə. 2 də Bəs yaxşı, sadə vuruq desə neçə dənə? 4 burada, 2 1 dənə, burada, 4 dənə 5 var bu dənə. saçda. 5 dənə. 4 burada, 1 burada, 5 dənə. İndi deyir ki, nömrə 23-də 120 ədədinin neçə sadə vuruğu var? Neyəcəm? 2-dən neçə dənədir? Vuruqlar Sayı ayrı. üstündə yazılır. 3 dənə. Neçə dənə sadə vuruğu var? Sadə vuruq neçə dənədir? 1 burada, 1 burada. Neçə dənə oldu? 5 dənə. Bəs sadə bölən neçə dənədir? 1 burada, 2 burada, 3 burada. Müxtəlif sadə vuruq. Sadə vuruq deyəndə üstləri götürürsünüz. Sadə bölən deyəndə əsasları götürürsünüz. Sadə bölən çünki müxtəlif sadə vuruqdur. Sadə vuruq da saylarıdır. Yəni müxtəlif deyil, eynilərdə götürürsünüz. Nömrə keçən 24-də ədədi 18-ə böldükdə bilmirəm hansı ədədi bilirsinizmi siz? Bilmirsiniz. X-dır. Hərflər riyaziyyatda dəyişən adlanır. Deyirəm neçə kitabınız var? Deyirsən ki X kitabım var. X bilirəmmi neçədir? Bilmirəm. X-ı nəyə bölürəm? 24-ə böl, 17-yə böldük, 18-ə böldükdə natamam qismət. Qismət burada yazılır. Qalıqda 3 alınır. Qalıq da burada yazılır. Bunu nəyə vuracam? 4-ü nəyə vuracam? 18-ə. Qalıq da hər zaman nə olur? Üzərinə gəlinir. 4-ü 18-ə vururam. 72, üzərinə 3 gəlirəm. 70, bir dəqiqə. 2 yazaq, 3 ya da bəli, 75 eləyir. Olur hansı variant? D variantı. Bunun bir dənə də yol vardı. X bərabərdir. Yox, X-i bölürəm 18-ə, qismət 4-dür. Qalıq da mötərizədə yazılır 3-dür. Bölmət aşağıda vurma olur. 4-ü vururam 18-ə, qalıq da hər zaman üzərinə gəlinir. Bölmət aşağıda olur nə? Vurma. Sonra nömrə keçək neçəyə? 25-ə. 17-yə böldükdə nəyi? Bilmirəm. X ədədini. Bölürəm neçəyə? 17-yə. Natamam qismətdə 11, qalıqda 3. Qalıq harda yazılır? Burada yazılır. X bərabərdir. 17-yi nəyə vuracam? 11-ə. Qalıq da hər zaman nə olur? Üzərinə gəlinir. Bunu hesablamaq da sizin boyunuza. Nömrə 26 da buna aiddir. Keçək nömrə neçəyə? 27-yə. Uzunluğu 30 metr. Uzunluğu nə götürürəm? 30 metr götürürəm. 2 metrlik hissələrə bölünübdür. 30-u nəyə bölürəm? 2-yə. Neçə olur? 15 metr olur. Neçə kəsim etmək olar? Baxın. 1 xət, 2 xət, 3, 1, 2, 3, 4, 5. 5 xət varsa hissə nə qədərdir? 2, 3, 4. Xətdən az nə olur? Hissə olur. Xət 5 dənədir. Ancaq hissə neçə dənədir? Bunun arasındakı hissə, bunun arasında buna. Hissə neçə dənədir? 5-dən 1 əksik olur. Neçə dənə olur? 4 dənə olur. 15 isə 1 əskik götürün. Neçə olur kəsimi? 14 olur. Kəsim az olur. 1 əskik olur. Nömrə 28-də də elədir. Nömrə 28-də 52-ni 4 metrlik hissələrə bölüblər. 52-ni nəyə böləcəm? 4-ə. Neçə düşür? 13. Kəsim nə olur? 1 əskik olur. Neçə olacaq? 12 olacaq. Kəsimdən söz gedirsə
Bir əskik götür. Nömrə keçən 29-a. A ədədi B-nin əbub A-B. Bunu izah edeyim. A ədədi B-nin bölənidir. Bölən neynir? Ədədi yarıya bölür. Bölən nə olur bölünəndən? Kiçik olur. Məsələn, 6 bölünsün 3. 6 nədir? Bölünəndir. 3 nədir? Böləndir. Böləndir. 3 bölünəndən, bölünəndən nə olur? Az olur. Bölündən nə olur? Çox olur. İndi bu nədir? Bölünən A nədir deyir? A ədədi B-nin bölünənidir. Bölünən çox olur. Bölən də onu bölür. Az olur. İndi əbub ən böyükdürsə qaydadır. Bölünürsə ədəd tərsinə nəyə bərabər olur? Ən kiçiyə bərabər olur. Mövzu izahına atacağım əbub əkob dərsinin. Baxırsınız diqqətlə bu qayddan sonra. Deməli, 6 2-yə bölünürsə, əbub ən böyükdürsə, bölünəndə ancaq tərsinə ən böyük olur ən kiçik. Ən kiçiyim neçədir? 2-dir. 2-nin yerinə nə dayanıb? B dayanıb. Deməli, nəyə bərabər olur? B-yə bərabər olur. Yox. İndi nömrə 30-a baxağın. Özünüzdən ədəd qoyursunuz da, əgər AB deyirsə. İndi əkob AB-ni soruşur. Əkob AB deyir nəyə bərabərdir? A ədədi B-nin bölünəni olarsa, A ədədi yenə nədir? Bölünəndir. Deyir A B-nin bölünənidir. A bölünənsə B nədir? Böləndir. Diqqətli olun. 6 2-yə bölünürsə əkob nədir? Ən kiçik ortaq böləndir. Əkob ən kiçikdirsə, bölünürsə tərsinə nəyə bərabərdir? Ən böyüyə bərabərdir. Ən böyüyüm neçədir? 6-dır. 6-nın yerinə nədir? A-dır. Özümdən ədəd vermişdim tapmaq üçün. Əzbər şəklində istəmirəm bilim. Dayanın, qoyun kaydı bir də təzədən atdım. Kaydı